Salam hörmətli izləyicilər, mən Ruslan İskəndərov. Bugün sizlərə ABŞ tarixində Afro-Amerikalılara mülki və siyasi hüquqların verilməsi ilə bağlı məlumat verəcəm. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsi şimalların qələbəsi ilə başa çatdıqdan sonra ABŞ konstitusiyasına əlavə edildi. Əlavə edildi o deməkdir ki, indiyənə qədər ABŞ konstitusiyasında belə bir şey yox idi. İndi artıq vətəndaş müharibəsindən sonra ABC konstitusiyasına yeni bir qanun əlavə edildi. Bu qanun köləliyin ləğvi ilə əlaqədar olaraq Afro-Amerikalılara ağdərlilərlə bərabər mülki və siyasi hüquqların verilməsi nəzərdə tutulurdu. Yeri gəlmişkən, vətəndaş müharibəsindən sonra Afro-Amerikalıların ağdərlilərlə bərabər mülki və siyasi hüquqları qalmaqda davam edir. Sadəcə real həyatda Afro-Amerikalılara qarşı irqi ayrı-seçkilik siyasəti yürüdülür, onların işə götürülməsində və yaxud da ki, seçkilərdə iştirakına qarşı məhdudiyyətlər qoyulur. Hətta bəzi ştatlar var idi ki, onlara qarşı xüsusi qanunlar qəbul edildi ki, irqi ayrı-seçkilik siyasəti yürüdülürdü. Onların işə götürülməsinə məhdudiyyət qoyulurdu, universitetlərə daxil olmasına qadağalar qoyulurdu. Bu artıq irqi ayrı-seçkilik siyasəti idi. Nəhayət 20-ci əsrin 40-cı illərində və ABŞ 2-ci Dünya müharibəsinə daxil olan zaman ağdərlilərlə bərabər Afro-Amerikalılar da öz vətənlərinin, yəni ABŞ-nin müdafiəsində iştirak etdilər, hətta qəhrəmanlıq göstərdilər. Bu qəhrəmanlıqdan sonra artıq ABŞ prezidentlərindən biri olan Harry Truman dedi ki, bunların mülki imtiyazlarını tanımasaq da ən azından onların siyasi hüquqların verilməsi məsələsi, konstitusiyada olan hüquqların təsdiqlənməsi məsələsini həll edək. Bu məqsədlə də ABŞ Konqresində o ilk dəfə Afro-Amerikalıların seçki hüququ məsələsini müzakirəyə çıxartmışdı. Sonrakı dövrlərdə, deməli, ABŞ tarixində 20-ci əsrin 60-cı illərində Afro-Amerikalılara qarşı deyək, irqi ayrı-seçkilik siyasəti davam etməkdədir. Burada bir növ SSR-nin də payı var idi ki, SSR onları qızışdırırdı, ağdərlilərlə qaradərlilər arasında mübarizəni qızışdırırdı. Bu məsələ getdikcə artan templə davam edirdi. Bu arada deyək ki, John Kennedy'nin prezidentlik dönəmində hətta məsələ o yerə gəlib çatdı ki, Afro-Amerikalıların bir qismini, ümumiyyətlə Afro-Amerikalıların ABŞ-da bəzi ştatlar vardı ki, onları universitetlərə belə buraxmırdı. Buna görə də ABŞ prezidenti olan John Kennedy irqi ayrı-seçkinin ləğvinə dair ciddi əməli tədbirlər gördü, hətta bəzi ştatlara o qoşun yeritmək məcburiyyətində qaldı. Amma 20-ci əsrin 60-cı illərində, xüsusən də Lyndon Johnsonun dövründə bir sıra güzəştlər gedildi. Əvvəlcə güzəşt nədən ibarət idi? Deyək ki, Afro-Amerikalılara, ağdərlilərə işə götürülməsi məsələsində o qoyulmuş qadağa aradan qaldırıldı. Yəni, eyni hüquq əldə etdilər işə götürmə məsələsində. Sonraki proseslərdə, daha dəqiq desək, 1968-ci ildə, hansı ki, Afro-Amerikalıların hüquq müdafiəçisi deyək, onların hüquqlarının, onların konstitusiyon hüquqları ki var idi, onların təmin olması ilə bağlı mübarizə aparan Martin Luther Kingin öldürülməsi məsələni daha da pisləşdirdi. Ona görə də Lyndon Johnson hakimiyyəti illərində o bir sıra güzəştlər getmək məcburiyyətində qaldı ki, və bu güzəştlər ondan ibarət idi ki, onların mülki və siyasi hüquqları təmin etmək məcburiyyətinə qaldı. O ki, qaldı irqi ayrı-seçkilik məsələsinə. Hal-hazırda 21-ci əsrdə yaşayırıq. Hələ də bəzi yerlər var ki, ABŞ-də o irqi ayrı-seçkilik hələ də qalmaqdadır.